Salam, Realda Femida vaxtındayıq. Son zamanlar Azərbaycan məhkəmə təcrübəsində tez-tez sübut standartı, sübutların qiymətləndirilməsi standartı ifadələrinə rast gəlinir. Məhkəmə qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübut etmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən meyardır. Bugün Azərbaycan mülki prosesində sübutlar və sübut etmədən danışacağıq. Qonağım Naxçıvan Ali Məhkəməsinin hakimi Mehdi Əliyevdir. Mehdi müəllim, xoş gəlmisiniz. Xoş gördük, Mahir müəllim. Təşəkkür edirəm dəvətiniz üçün. Mehdi müəllim, mülki prosesdə sübut etmənin əsas prinsipləri hansılardır? Mülki prosesdə sübut etməni qeyd etdiyiniz kimi ən fundamental institutlardan biridir. Ümumiyyətlə, mövzuya daha geniş mövqedən baxmaq istərdim. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsində məhkəmə icraatının bir növ məqsədi müəyyən olunubdur ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bu, bütün icraat növləri üçün keçərlidir. Təbii ki, biz həqiqət deyəndə məhkəmə icraatında hüquqi həqiqətdən biz danışırıq. Hüquqi həqiqət, hüquqi mənada həqiqətə çatımlıq icraat növlərinə görə dəyişir. Ümumiyyətlə, məsələn, cinayət icraatında biz əgər deyirsə, təqsirsizlik prezumpsiyası var, şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, bütün şübhələr tərsinə şəxsin xeyrinə həll olunur. Lakin mülki mühakimə icraatında bu formal həqiqət anlayışından istifadə olunur. Və bütün bunlar əslində sübut etmənin də birbaşa mahiyyətinə təsir etdiyinə görə mən tamaşaçılar üçün aydın olsun deyə bu mövzuya bu istiqamətdən yanaşmaq istəyirəm. Ümumiyyətlə, formal həqiqət prinsipi Anglo-Sakson hüquq sistemli ölkələrdə, məsələn, ABŞ, İngiltərədə uzun müddətlə tətbiq olunurdu. Roman-German hüquq sistemli ölkələrdə, ölkəmiz də Roman-German hüquq sistemli ölkələrdən biridir. Bizdə uzun müddət Sovet hakimiyyəti illərində obyektiv həqiqət, yəni məhkəmənin sübut toplamaq vəzifəsinə əsaslanan ədalət mühakiməsi, mülki mühakimə icraatı həyata keçirilirdi. Lakin ölkəmizdə müstəqillik qazanandan sonra, yeni qanunvericilik qəbul olunan sonra mülki prosessual məcəllərimizdə digər Roman-German sistemli ölkələrdə olduğu kimi formal həqiqətə keçid baş verdi. Formal həqiqət nədir? Formal həqiqət tərəflərin təqdim etdiyi sübutlar əsasında məhkəmənin müəyyən etdiyi həqiqətdir. Yəni, tərəflər hansı sübutları məhkəməyə təqdim edirsə, məhkəmə həmin sübutlar əsasında gəldiyi, müəyyən etdiyi həqiqət, belə deyək də, formal həqiqət anlayışındadır. Düzdür, Konstitusiya Məhkəməsi öz qərarlarında hüquqi həqiqət terminindən də istifadə edibdir və bu, sanki formal həqiqətlə obyektiv həqiqət arasında bir kompromisdir. Yəni, məhkəmənin tərəflərin sübutlar təqdim etməklə bağlı, ümumiyyətlə, icraatın öz hüquq və vəsaitini həyata keçirməklə bağlı onlara göstərdiyi prosessual, belə deyək də, yardım bu, hüquqi həqiqətin aşkara çıxmasında mühüm əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatının əsas prinsiplərinə biz toxunanda sübut etmənin bağlı olduğu əsas prinsiplər dispozitivlik, tərəflərin bərabərliyi və çəkişmə prinsipidir. Çünki bu prinsiplərin mahiyyətini dərk etmədən heç bir məhkəməyə müraciət edən şəxs öz hüquqlarını keyfiyyətli şəkildə məhkəmədə həyata keçirə bilməz. Çünki mülki mühakimə icraatının digər icraat növlərindən fərqi odur ki, burada dispozitivlik, yəni mülki işi məhkəmədə tərəflər başlayır. İstənilən vaxt prosesin istənilən mərhələsində tərəf öz iddiasını imtina edə bilər, digər tərəflə barışa bilər, öz belə iddiasını geri götürə bilər və ya qarşı tərəf iddianı qəbul edib etiraf edə bilər. Yəni, bir növ mülki icraatda prosesin söz sahibi tərəflərdir. Və tərəflərin bərabərliyi və çəkişmə prinsipi isə hakim tərəflərə bərabər şərait yaradır ki, onlar öz sübutlarını təqdim etsinlər, dəlillər gəlsinlər, birinin digərinin dəlillərini öz etirazını bildirsinlər və bununla məhkəmədə çəkişmə prinsipi tərəflər arasında təmin olunur. Sübut etmə məsələsi isə məhz bu fundamental prinsiplərdən qaynaqlanaraq mülki prosessual məcəllərimizin 77-ci maddəsində əsas prinsip müəyyən olunub ki, hər bir tərəf öz tələb və etirazının əsas olan halları məhkəmədə sübut etməlidir. Bu, o demək ki, tərəflərin sübut etmədə burada bərabər vəzifələr daşıyırlar. İddiaçı öz iddiasını sübut etməlidir. Məsələn, konkret misalda, belə də klassik misal, pul tələbi ilə bağlı, borc pul tələbi misalda, pul tələb edən, bəli, pul verdiyini sübut etməlidir. O pul verdiyini sübut etdikdən sonra artıq cavabdeh tərəf pulu qaytardığını, belə deyək də, sübut etmə vəzifəsi. Və ya almadığını. Və ya bəli, almadığını sübut etmə vəzifəsi qarşı tərəfdədir. Yəni,
məhkəmə tərəflərin əvəzinə bu halları sübut etmək vəzifəsi daşımır. Əksinə məhkəmənin tərəflər üçün sübut toplama vəzifəsi əvvəlki Sovet dövründə olduğu üçün bu əslində hakimin qərəzsizliyinə, məhkəmənin obyektivliyinə və belə deyək qərəzsizliyinə bir növ əslində xələl gətirən, kölgə salan bir anlayışdır. Ona görə də artıq ölkəmizdə bu prinsip əsasında mülki mühakimə icraatı həyata keçirilir və burada təbii ki, sübut etmədə indi biz dedik bərabərdir, istisnalar da vardır. Məsələn, ötən ilin mart ayında Azərbaycan Respublikası Ali Məhkəməsinin bir ər-arvadın əmlak bölgüsü ilə bağlı plenum qərarı dərc olundu. Orada bu sübut etmə ilə bağlı çox mühüm məsələlərə toxunubdur. Məsələn, deyək ki, indi mülki ailə qanunvericiliyinə görə birgə nigah dövründə əldə olunmuş əmlak ümumi birgə mülkiyyət sayılır. Və bunu kim sübut etməlidir? Məsələn, deyək, misalda deyək ki, qadın iddia qaldırıbdır, birgə nigah dövründə əldə olunmuş əmlaka 2/1 pay müəyyən olmasına bağlı. Qadının sübut etmə yükü ondan bağlıdır ki, o yalnız əmlakın birgə nigah dövründə əldə olunduğu faktı sübut etməlidir. Lakin həmin əmlakın əvəzsiz qaydada, yəni istisnalar var, bilirsiniz, əvəzsiz yolla və ya vəsiyyətnamə ilə əldə olunmuşsa birgə sayılmır, hədiyyədirsə, bəli. Bu halı sübut etmək artıq qarşı tərəfin üzərinə düşür. Yəni burada qanuni prezumsiya irəli sürülüb ki, yəni qadın müəyyən məsələləri, belə də iddiaçı tərəf, indi bizim misalda qadından biz danışırıq. Yəni burada müəyyən mənada sübut etmədən azad olunub ki, həmin əvəzsiz istisnaları sübut etmək belə deyək də qarşı tərəfin üzərinə. Bu cür istisnalar var, amma ümumi prinsip bundan ibarətdir ki, bəli, hər bir tərəf mülki mühakimə icraatında öz tələf və etirazına əsasən halları sübut etməlidir. Mehmet müəllim, sübutların məhkəməyə təqdim olunması vaxtı barədə danışaq. Bunlar məhkəməyə nə vaxt təqdim edilməlidir və vaxt məhdudiyyəti varmı? Tutaq ki, prosesin gedişində, prosesin sonuna az qalmış tərəflərdən hansısa biri sübut əldə edir və bunu məhkəməyə təqdim etmək istəyir. Çox aktual bir mövzuya toxundunuz, məsələyə toxundunuz. Mülki prosessual qanunvericiliyinin son illər bu sahədə çox köklü islahatlar həyata keçirilibdir. Yeni normalar daxil edilibdir. Artıq prosesin tezliyini təmin etmək, ədalət mühakiməsinin çevrliyini təmin etmək üçün iddia ərizəsi verilərkən sübutların siyahısının iddia ərizəsində qeyd olunması bir tələb kimi qanunvericiliyimizə daxil olunur. Yəni iddia qaldıran tərəf iddiası ilə bağlı, yəni məhkəmədə həmin iddiasını hansı sübutlarla əsaslandıracağına dair iddia ərizəsində siyahısını da daxil edir və bu siyahı olmadıqda məhkəmə bunu ərizəni geri qaytarmaq hüquqi qanunvericiliyində nəzərdə tutulubdur. Və hər bir halda isə qeyd etdiyiniz kimi məhkəmə hazırlıq icraatı yekunlaşana qədər məhkəmə iş daxil olduqdan 40 gün ərzində hazırlıq icraatı keçirir. Bu müddət ərzində tərəflər iş üzrə onlarda olan sübutları və sübutların siyahısını, məsələn, hansı şahidlər dindirilməlidir, hansı yazılı sübutlar təqdim olunmalıdırsa, bunlar barədə məhkəməyə yazılı sübutlarını təqdim edir, deyə şahidlər isə şahidlərin adlarını, əlaqə nömrələrini və digər zəruri məlumatları məhkəməyə təqdim edir ki, məhkəmə artıq məhkəmə baxışında məhz hansı sübutları tədqiq edəcəyi məhkəməyə aydın olsun. Çox üzr istəyirəm. Burada məqsəd yəqin ki, süni şəkildə məhkəmənin uzanmasına yol verməmək üçün. Tutaq ki, tərəflərdən biri əlində 10 sübut varsa, onları əlində saxlaya bilər və bir-bir təqdim edə bilər və bu da aylarla vaxt gedər. Bəli. Sizin çox mühüm məqama toxundunuz. Yəni bu cür hallar əvvəllər olurdu. Bir növ xüsusilə vəkillər daha belə tutarlı sübutlarını belə deyək, bir sanki şahmat oyundakı bir şah mat vəziyyətdə salmaq üçün prosesin ən mühüm məqamına və ya sonuna saxlayırlar. Bu artıq yeni qanunvericiliyə yol verilməzdir. Bu işin yaşının süni sürətdə artmasına, kənardan ədalət mühakiməsinin sanki süründürməsiliyə yol verilmişcəsinə görülməsinə səbəb ola bilər. Amma bu dəyişikliyin həyata keçirilməsi ona imkan verir ki, məhkəmə baxışı başlayana qədər həm tərəflər, həm hakim bilməlidir ki, məhz hansı sübutlar tədqiq olunacaq və bir məhkəmə baxışında və 3 dəfədən də artıq məhkəmə baxışı icrası təxirə salına bilməz, qanunverici buna qadağa qoyubdur. Qısa müddətdə baxılıb yekunlaşmalıdır. Yəni burada da ən mühüm məsələ, xüsusilə məhkəməyə müraciət edən şəxslərə çağırışımız bundan ibarətdir ki, yəni çalışsınlar bütün sübutların siyahısını iddia ərizəsində göstərsinlər. Bu mümkün olsa məhkəmə hazırlıq iclasında bu barədə məlumat versinlər. Məhkəmə hazırlıq iclası çərçivəsində bu məsələ həllini tapmalıdır ki, artıq məhkəmə baxışına sonradan belə də gecikmiş sübut artıq onların belə deyək də iddiaların təmin olunmamasına səbəb ola bilər. Bu baxımdan bu məsələdə məhkəmə müraciət edən şəxslər diqqətli olmalıdır. Qeyd elədik ki, hazırlıq iclasında təqdim olmalı. Lakin burada 2 istisna hal qanunvericisi nəzərdə tutulub ki, əgər üzürlü səbəbdən məhkəmə hazırlıq iclasında şəxs təqdim edə bilmirsə sübutlarını, bunu əsaslandırmaqla məhkəmə baxışına təqdim edə bilər və ya həmin əsaslar məhkəmə baxışında ortaya çıxıbsa, bu halda da bunu əsaslandırmaqla məhkəmə baxışında yalnız müstəsna bu 2 haldan başqa bütün hallarda hazırlıq iclası yekunlaşana qədər bütün sübutlar məhkəməyə təqdim olunmalıdır. Hansı sübut növləri var? Gizli səs yazıları sübut kimi qəbul oluna bilərmi? Çünki indi artıq hamımızın gizli səs yazmaq
imkanımız var. Smartfonlar var, digər elektron cihazlar var və insanlar rahatlıqla bir-birinin səsini yaza bilirlər. Bəli. Tamamilə haqlısınız. Mülki prosessual qanunvericimizə görə sübut növləri kimi yazılı və maddi sübutlar, şahid ifadələri, ekspert rəyləri, səs yazıları, səs və video yazılar, həmçinin tərəflərin izahatları, demək sübut növləri kimi yerində müayinə protokolları sübut növləri kimi qeyd olunubdur. Gizli səs yazıları təbii ki, bu olduqca uzun müddət məhkəmə təcrübəsində də fərqli yanaşmaların mövcud olduğu bir aktual bir məsələdir. Çünki burada bizim mülki prosessual qanunvericilik sübutların mümkünlüyü, sübutların qəbul edilmələri ilə bağlı normalar müəyyən olunubdur. Qanunu pozmaqla əldə olunmuş sübutlardan istifadəni mülki prosessual məcəllərimizin 76-cı maddəsi qadağan eləyir. Eyni zamanda qanunla icazə verilən hallardan başqa gizli yolla əldə olunmuş səs və video yazılarının sübut kimi istifadə olunması mülki prosessual məcəllə qadağan eləyir. Lakin Konstitusiya Məhkəməsinin 2021-ci ildə Əsədovanın şikayəti üzrə bir qərarında belə bir mövqe formalaşdırıldı ki, eyni zamanda bu mövqe Avropa Məhkəməsinin də bir sıra qərarlarında mövcuddur ki, əgər müstəsna hallarda əgər bu səs yazısı hər hansısa faktın etirafı tərəflər arasında olan, məsələn, borc münasibətlərinin mövcud olması ilə bağlı deyək ki, bir səs yazısısa və bu işin tərəfləri arasındasa, yəni iddiası və zabitə arasındadırsa bu səs yazısı və eyni zamanda tərəflər başqa cür bunu sübut edə bilmirsə, yazılı müqavilə yoxdur aralarında, hər hansı başqa mötəbər sübut yoxdursa, ədalət mühakiməsinin maraqları naminə tərəflər arasında bu sübutlar tətbiq oluna bilər. Təbii ki, qanunvericiliyin səs yazılarının dinlənməsinə bağlı ünvanlanan şəxsin razılığını tələb edir ki, açıq məhkəmə iclasında. Əgər ünvanlanan şəxs razı deyilsə, qapalı məhkəmə iclasında bu səs yazıları tətbiq oluna bilər. Yenə deyirəm, amma bu hər bir halda ona rəvac vermir ki, belə deyək də, şəxslər müntəzəm qaydada bunu bir növ adi qaydada səs yazma. Bu müstəsna haldır. Yəni, tərəflər çalışmalıdır ki, ümumiyyətlə, mülki hüquq münasibətlərinə daxil olarkən bu məsələlərdə sübutla, məsələn, əgər borc verilirsə, bu müvafiq qanuni sübutlarla olmalıdır ki, gələcəkdə məhkəmədə bu çətinliklər yaramaz. Lakin, hazırki vəziyyətdə müstəsna hal kimi o hal. Lakin, üçüncü şəxsin səsinin yazılması və bundan məhkəmədə sübut kimi istifadə olması konstitusiyon prinsipə, şəxsi toxunulmazlıq prinsipə zidd olduğu üçün tamamilə qəbul edilməzdir və məhkəmələr tərəfindən bu sübut kimi qəbul olunmur. Bəs elektron sübutlar, yazışmalar sübut kimi qəbul olunurmu və qəbul edənliklə bağlı hansısa şərtlər varmı? Məsələn, elektron sübutlar siz nəzərdə tutursa, yəqin ki, bu elektron yazışmalardır, elektron sənədlər. Bir-biri ilə mesajlaşıblar, tutaq ki, pul məsələsini orada həll ediblər, borcu da orada verib, müqaviləni də orada bağlayıb. Bəli, bu günümüzün reallığıdır, müəlliməm. Yəni, bu gün artıq informasiya əsrində biz yaşayırıq. Tərəflər arasında demək olar ki, münasibətlər bir sıra, məsələn, messenger proqramlarında, indi geniş yayılıb WhatsApp və digər messenger. Yəni, biz bunu sübut etmə kimi qəbul edilməməsi çox böyük, belə deyək də, problemlərə səbəb ola bilər və ədalət mühakiməsinin maraqlarına xidmət etmiş olmazdı bu. Bu baxımdan, yəni, elektron sübutlar, yazışmalar, e-mail yazışmaları da ola bilər, elektron sənədlər, bunlar əslində mülki prosessual məcəllərin tələbləri baxımından yazılı sübutlar hesab olunur. Yazılı sübutlarla bağlı da əsas tələb bundan ibarətdir ki, qeyd olunur ki, məcəllərin 89-cu maddəsində elektron materialı məhkəmə o şərtlə yazılı sübut kimi qəbul edir ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yəni, bu norma ona imkan verir ki, tərəflər, belə deyək də, hakim əgər həqiqiliyini müəyyən edə bilirsə, məsələn, deyək, WhatsApp yazışmaları tərəflər arasında tətbiq olunursa, əgər tərəflərin həmin mobil nömrənin tərəflərin istifadəsində olduğu mübahisəsiz qaydada müəyyən olunursa, bu halda təbii ki, həmin yazışma, həm səsli mesaj, həm mətn şəklində olan mesajlar sübut kimi məhkəmə tərəfindən, belə deyək də, tətbiq olunub müvafiq qərar qəbul oluna bilər. Sübutların mümkünlüyü ilə bağlı bir məsələyə də toxunmaq istərdim ki, yəni qanunvericimizdə bəzi sübut etmə vasitələri ilə müəyyən olunan hallar var. Məsələn, deyək ki, bircə nicah, tərəflərin arasında nicahın olub-olmaması artıq digər sübut etmə vasitəsində yalnız rəsmi, belə deyək də, nicah şəhadətnaməsi və ya uşaqların, tərəflərin arasındakı uşaqların sayı, belə deyək də, onların doğum şəhadətnamələri ilə, yəni qanunvericimizdə müəyyən sübutlar yalnız müəyyən sübut etmə vasitələri. Yəni yazışmada o yazsa ki, mən sənin həyat yoldaşına sübutdur. Bəli, yəni ki, müəyyən o sübut, məsələn, daşınmaz əmlakla bağlı reyestrə etimat var. Məsələn, bircə dövründə əldə olmuş əmlakdan söhbət gedirsə, bu əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı sənədlər, yəni bu sübutların mümkünlüyünə bağlı məsələdir. Bəzi qanunvericimizdə eyni zamanda tərəflərin sübut etmədən azad edildiyi hallar da var ki, bu da iki hal nəzərdə tutulur. Bir, hamıya bəlli olan hallar sübut olunmur. Məsələn, deyək ki, müəyyən ümumi hamıya müəyyən olan bəzi hadisələr
sübutuna ehtiyac yoxdur və ya prejudisial qərarlar, məsələn, əvvəl məhkəmə tərəflər arasında eyni məsələ ilə bağlı artıq müəyyən məsələni belə deyək də nizamsa qərar qəbul olunubsa, bu həmin iş üzrə faktlar müəyyən olunubsa, artıq yenidən digər məhkəmə icraatında bu hallar araşdırılmır. Qalan digər məsələlərlə bağlı ümumi sübutlarla bağlı qəbul edənlik elektron qeyd etdiyiniz sübutlara da şamil olunur və qəbul olunur. Mehdi müəllim, bu sualım həm də bundan əvvəlki 2 sualıma da aidiyyəti olacaq. Bu sual süni intellektlə bağlıdır. Süni intellektdən sübut etmə prosesində məhkəmədə çıxışın hazırlanmasında istifadə oluna bilərmi və risklər varmı? Çünki indi elə süni intellektlə elə video çarxlar, elə səs yazıları hazırlanır ki, bilmirsən bu adam həqiqətən özüdür, yoxsa deepfake-dən istifadə olunur. Ayrı-ayrı dövlət məmurlarının adından baxırsınız ki, videolar çıxır, səs eyni, görüntü eyni və insan çaşbaş qalır. Bilmirsən ki, bu həmin adamdır danışan, yoxsa yox. Çox mühüm məqama toxundunuz. Ümumiyyətlə, süni intellektin ədalət mühakiməsində istifadə imkanları 2 istiqamətdə hazırda dünyada tendensiya var. Bir, ədalət mühakiməsinin həyata keçirilməsində süni intellektin tətbiqi, bir də məhkəməyə müraciət edən şəxslərin süni intellekt alətlərindən istifadəsi. Ədalət mühakiməsində süni intellektin tətbiqi bu yaxınlarda Beynəlxalq Süni İntellekt və Hüquq Assosiasiyasının 20-ci konfransı keçirdi ABŞ-ın Chicago şəhərində. Mən onlayn həmin tədbirə qatılmışdım. Orada çox mühüm məsələlər müzakirə olunurdu və ən böyük risklərdən biri süni intellektin insanların şəxsi həyatı, təhlükəsizlik, bərabərlik və belə deyək də müəyyən hüquqi risklərinin mövcud olduğu artıq danılmazdır və hətta inkişaf etmiş ölkələr belə, məsələn, ABŞ-ın özündə belə ehtiyatla yanaşılır bu süni intellektin məhkəmə sistemində tətbiqi məsələsi geniş müzakirə olunur və hələ tam tətbiq olunmuyubdur. Məsələn, Çində, Estoniyada, ABŞ-da pilot layihələr kimi tətbiqinə başlanıb, lakin bu hələ ki, belə deyək də araşdırılır. Lakin müraciət edən şəxslərin süni intellekt alətlərindən istifadə, məsələn, indi bilirsiniz, dünyada geniş yayılmış generativ süni intellekt alətləri var. Məsələn, OpenAI şirkəti məhsul ChatGPT, Gemini və digər bu kimi platformalar var. İstifadə edə bilərlər hər kəs, amma bunun riskləri var. Hazırda süni intellektin ən böyük riski beynəlxalq təcrübədə istifadə olunan hallucination deyilən, yəni qarabasma hallarına yol verməsidir. Məsələn, bu yaxınlarda Avropa ölkələrindən birində vəkilin biri məhkəmədə çıxışını hazırlamaq üçün süni intellektdən istifadə etmişdi və bu zaman süni intellekt ona mövcud olmayan məhkəmə prezidentlərinə istinad etmişdi və məhkəmə hakim tərəfindən müəyyən olmuş ümumiyyətlə mövcud olmayan məhkəmə qərarlarına istinad olunubdur və bu əslində süni intellektin nə qədər faydalı olduğu qədər də nə qədər böyük risklər daşıdığını müəyyən. Ona görə müraciət edən şəxslərə mənim tövsiyəm bundan ibarət ola bilər ki, bəli, süni intellekt bu günümüzün reallığıdır, hər kəs istifadə edir araşdırmada, elmi araşdırmada digər. Amma hər bir halda süni intellektin nəticələrini təqdim etdiyi, generasiya etdiyi məlumatların mütləq mənbəyi yoxlanılmalı. Onların həqiqətən o qeyd olunan faktların, statistik məlumatların, qanun maddələrinin mövcud olub-olmadığı, çünki bu sonunda bir texnologiyadır. Bunu səhv edən, bu hər bir halda yoxlanılmaqla onun nəticələrindən istifadə olunması mümkündür. Yəni vəkili yanıldıb onu məğlub eləyə bilər. Bəli, və çox pis duruma sala bilər və yer gəlmişdən deyim ki, o vəkil üçün də səhv etməsi çox mənfi bir nəticələrə səbəb olmuşdur. Yəni bu baxımdan hər bir halda süni intellektdən istifadə etmək, lakin nəticələrini yoxlayaraq istifadə etmək daha belə düzgün yanaşma hesab edirəm olardı. Mehdi müəllim, hakimin sübut etmə və sübutların qiymətləndirilməsi prosesində rolu nədən ibarətdir? Bayaqda da qeyd elədiyimiz kimi, hazırda mülki prosesdə qanunvericiliğimiz hakimin özünün sərbəst sübut toplamaq vəzifəsini hakim üzərindən belə bir vəzifə qoymuyubdur. Yalnız ekspertsə təyin olunması tələb olunan hallarda hakim öz təşəbbüsü və ya tərəflərin vəsədəti ilə təyin edir. Digər hallarda sübut etmə tərəflərin üzərində. Lakin hakim həqiqətə çatmaq üçün, işin hər tərəfli obyektiv araşdırması üçün tərəflərə lazım şərait yaratmalıdır. Onlara öz prosessual hüquq və vəzifələrini izah etməlidir. Hansı sübutların sübut etmək üçün hansı tərəfin üzərində olmağını onlara məhkəmə hazırlıq iclasında izah edə bilər və hansı tərəfin hansı halları sübut etməli olduğunu onlara belə də izah edə bilər və əgər hakim baxırsa ki, işdə olan sübutlarla işə nəticə vermək mümkün deyil, tərəflərə əlavə sübutlar təqdim etməyi də təklif edə bilər. Lakin hakim konkret olaraq tərəfə məhz hansı sübutu əldə etməyi və ya tərəfin əvəzinə hansısa sübutu təqdim etməyi bu yol verilməzdir və bu hakimin bir növ prosessual aktivliyinin sərhədləridir. Yəni, hakim artıq bu sərhədlərdən kənara çıxarsa qərəzsizlik və digər fundamental prinsiplərə zədələmiş olar.
Hakim ümumiyyətlə işdə tətbiq olunmuş sübutlar əsasında qərar verir. Hakim tərəflərin təqdim etdiyi sübutlardan kənar hər hansı fakta istinad edib qərar verə bilməz və hakim tərəflərin verdiyi iddia daxilində işə baxır. Yəni tərəflər əgər pul tələbi ilə sürübsə, dəymiş ziyan, mənəvi zərərlə bağlı iddia vermişsə, hakim artıq tərəfdən kənara çıxıb digər məsələlərə toxuna bilməz. Yəni bu da mülki prosesin bayaq qeyd etdiyimiz dispozitivlik prinsipi və tərəflərin mülki mühakimə icraatının əsas beləcə söz sahibi olmasından irəli gəlir ki, hakim tərəflərin təqdim etdiyi sübutlar, verdiyi tələblər üzrə çərçivəsində baxıb qərar çıxardır. Çox sağ olun, minnətdaram sizə, gəldiniz və suallarımızı ətraflı cavablandırdınız. Çox sağ olun, təşəkkür edirəm. Xatırladım ki, qonağım Naxçıvan Ali Məhkəməsinin hakimi Mehdi Əliyevlə Azərbaycan mülki prosesində sübut etmədən danışırdıq. Sağ olun, növbəti Realda Femidə vaxtında görüşərik.